Salam. Bugün sizinlə 2025-ci ilin birinci blok imtahanının suallarına nəzər salacağıq. Deməli, 3-cü qrupun suallarıdır. 31-ci sualımız Ərəb və Səlcuq dövlətlərinə aid, yəni Ərəb xilafəti ilə Böyük Səlcuq dövlətinə aid ümumi cəhətləri istəyir bizdən. Bildiyimiz kimi Ərəb xilafəti 630-cu ildən 1258-ci ilə qədər mövcud olub. Böyük Səlcuq dövləti isə 1038-ci ildən 1157-ci ilə qədər mövcud olmuşdur. Hər ikisinin, yəni burada şagird üzərində işləyib, amma yenə də bir baxış eləyək, nəzərdə qalsın. Hər ikisi Azərbaycanı özlərinə tabe etmişdir. Bildiyimiz kimi, hələ Rəşidi xəlifələr dövründə Ərəblər Azərbaycanı özlərinə tabe etmişlər. Böyük Səlcuq dövləti isə 11-ci əsrin 50-ci illərində 1054-cü ildə Ərəb vadiləri, daha sonra isə Şəddadiləri, 1066-cı ildə isə Şirvanşahları özlərindən asılı hala salmışdılar. Və Çinə yürüşlə bağlı, ümumiyyətlə Səlcuqların Çinə yürüşü ilə bağlı biz bir məlumata rast gəlməmişik. Qərbi Avropaya yürüşlə bağlı məlumata rast gəlməmişik. Və iqta torpaqları, xidmətə görə verilən iqta torpaqları bildiyimiz kimi ərəblərin dövründən tətbiq edilib, ta ki 15-ci, 16-cı əsrlərdə də bu iqta torpaqlarının adı çəkilirdi. Ona görə də biz 1-ci və 4-cü cavabları düzgün cavab kimi seçə bilirik. Növbəti sualımız Eylevren diaqramı şəklində təqdim olunub bizə. Fransa və İngiltərə krallıqlarına aiddir və bu mövzuda bu sualda daha doğrusu 3 mövzu əhatə olunub. Fransa krallığı, İngiltərə krallığı və səlib yürüşlərinə aid mövzuya toxunulmuşdur. Bildiyimiz kimi, Böyük Azadlıqlar Xartiyası 1215-ci ildə İngiltərədə qəbul olunub. Bu İngiltərə bölməsinə aiddir. Səlib yürüşlərində iştirak, biz 3-cü səlib yürüşünü nəzərə alsaq, İngiltərə, Fransa və Almaniya dövlət başçılarının, krallarının burada iştirakı var idi. Bu ortaq cəhət kimi 3 hissəsinə gedəcək. Azincourt döyüşündə 1415-ci ildə bildiyimiz kimi 100 illik müharibənin gedişində İngilislər qalib gəldilər və Paris şəhərini tutdular. Bu da yenə İngiltərə tarixinə, İngiltərə krallığına aiddir. 100 illik müharibədə iştirak bildiyimiz kimi 1337-ci ildən 1453-cü ilə qədər davam etmiş 100 illik müharibə elə Fransa və İngiltərə arasında davam etmişdir və Jaklar üsyanı 1358-ci il Fransada Jakeviya üsyanı kimi də yadda qalmışdır. Demək, burada biz cavabları uyğun olaraq yerinə yerləşdirsək, A variantı düzgün cavab kimi olacaqdır. 33-cü sualımıza diqqət edək. 33-cü sual komendant deməli, dövrünün ləğvindən sonra olan bir dövrə aiddir. Yəni, Şimali Azərbaycanda çarizmə qarşı əhalinin kütləvi çıxışları bildiyimiz kimi 1830-cu ildən bu proses Çar Balakən üsyanı ilə başladı. 1831-ci il Lənkəran, 37-ci il Quba, 38-ci il Şəki üsyanları və burada biz əsasən nəyə diqqət etməliyik? 40-cı illərdə 2 cür tədbir həyata keçirilmişdi. 40-cı illərin birinci yarısında bəylərə qarşı amansız tədbir görüldü. Onların torpaqları, tiyul torpaqları müsadirə edildi. Amma burada isə açar söz olaraq bizdən ikinci yarısında olanı soruşur. Deməli, Çar Rusiyası ikinci yarısında, yəni 1846-cı ildə reskript tətbiq etdi. Həmin reskriptə əsasən ali müsəlman silkinin, yəni bəylərin torpaq üzərində irsi mülkiyyət hüququ təsdiq edilmiş oldu. Yəni, burada söhbət 1846-cı ilin 6 dekabr reskriptindən gedir. Yəni, yenə də deyirəm, birinci yarısı, ikinci yarısı söhbətinə burada xüsusi olaraq diqqət etmək lazımdır. 34-cü sualımıza biz diqqət edək. 34-cü sualda ABŞ Konstitusiyası ilə bağlı bir məsələyə toxunulub. Bildiyimiz kimi 1776-cı ildə ABŞ öz müstəqilliyini elan etdi. 1787-ci ildə ABŞ Konstitusiyası qəbul edildi.
dünyada ilk dəfə olaraq 3 hissəyə bölünmə, yəni hakimiyyətin 3 hissəyə bölünməsi məhz ABŞ Konstitusiyasına aiddir. Qanunverici hakimiyyət bildiyimiz kimi Konqresə aiddir. Konqres özü də 2 hissədən ibarətdir. Deməli, yuxarı hissə Senat, aşağı hissə, yəni palatadan söhbət gedir, nümayəndələr palatası adlanırdı. Burada yuxarı palatanın nümayəndələr palatası adlanması səhvdir. Yəni biz biri atırıq, Konqres adlandırılması var. İcra hakimiyyətini bildiyimiz kimi prezident icra edirdi. Daha sonra rəhbərin ömürlük seçilmə məsələsi yoxdur, çünki prezident 4 il müddətinə seçilirdi. Məhkəmə hakimiyyətinə isə qanunların konstitusiyaya uyğunluğuna nəzarət edib, söhbət burada ali məhkəmədən gedirdi. Deməli, və icra hakimiyyətinin işini yoxlama səlahiyyətinə malik olma. A-la C-ni biz 1-ə tətbiq edirik, 2-də olacaq A, 3-də də olacaq A. Yəni burada düzgün cavabımız olacaqdır, elə A variantı. Daha doğrusu Y variantı düzgün cavabımız olacaqdır. A, C, A, A, bax. Daha sonra 35-ci sualımıza diqqət edək. 35-ci sualımız çox maraqlı bir sualdır. Söhbət burada bir neçə dövlətdən gedir. Birinci Göytürk dövlətindən, Axund dövlətindən və Albaniya dövləti, daha sonra isə Bizans dövləti. Yəni burada 4 dövlətin eyni zamanda paralel olaraq həyata keçirdiyi bir siyasi sistemdən söhbət gedəcək. İlk olaraq nəyə diqqət edirik? Birinci Göytürk dövləti bildiyimiz kimi 552-ci ildə yaranmış bir dövlət idi. Axund dövləti 4-cü əsrin sonlarında meydana gəlmiş bir dövlətdir və Albaniya dövləti də bildiyimiz kimi qədim Albaniya hissəsi də var və 705-ci ilə qədər davam etmiş bir Azərbaycan dövlətidir. İndi gəlin bir diqqətlə baxaq. Bizans dövlətinin sxemdə verilən dövlətlərlə ümumi cəhətini istəyir. Bildiyimiz kimi Sasanilərlə mübarizə aparılması, bəli, birinci Göytürkdə Sasanilərlə mübarizə aparıb, Bizans dövlətində də bu məsələ var. Xalqların böyük köçü 3-cü, 7-ci əsrlərə əhatə etdiyindən, deməli, B variantı da buraya uyğun gələcəkdir. Axund dövlətinə diqqət etsək, Hindistana yürüş etmə Bizansda yoxdur, amma Axundların əsas işi, belə deyək, Sasanilərlə olub. Yəni, Hindistan variantını biz atırıq. Göytürklərin hücumuna məruz qalma, bəli, Axund dövlətinin 567-ci ildə süqutu zamanı məhz Göytürklərin də burada əl olmuşdur. Sasanilərlə birləşərək Axund dövlətini süquta uğratmışdılar və 4-cü əsrdə yaranma, yenə də qeyd edirəm, Bizans dövləti özü də 395-ci ildə Roma imperiyasının 2 hissəyə bölünməsi nəticəsində yaranmışdır. Deməli, A, B, B, C olan cavablarımıza biz diqqət etsək, burada elə şagirdimiz düz yazıb və 3-cü hissəyə diqqət edək. Albaniya dövləti Rəşidi xəlifələrin qoşunlarına qarşı mübarizə aparmışdı. Bildiyimiz kimi Rəşidi xəlifələr 632-ci ildən 661-ci ildə Əməvilərin gəlişinə qədər olmuşdu və həmin burada da elə ən primitiv olaraq diqqət edək ki, Sasani qoşunları ilə birlikdə 636-cı il Kadisiya döyüşü, 637-38-ci illərdə Ktesifon ətrafında olan döyüşlərdə iştirak etmişdilər və cavabımız olacaqdır burada Y cavabı. Və biz bir məsələyə də diqqət edək. Bəzən abituriyentlər fikirləşirlər ki, bu mövzudan sual olar, daha çox hansı mövzudan sual olar. Onu nəzərə çatdırmaq istəyirəm ki, bu imtahanda, yəni blokun bu cəhdində mən özüm bir kiçik qeydə nəzər saldım, kiçik bir qeyd çıxartdım, siz də baxa bilərsiniz həmin qeydə. Təxminən 50 mövzuya toxunulub. 2007-28 civarında Azərbaycan tarixində, 2022 civarında isə ümumi tarixdə olan mövzulara toxunulmuşdur. 36-cı sualımıza biz diqqət edək. Həmişə aktual olan mövzudur. Şimali Azərbaycanda keçirilən 1870-ci il kəndli islahatı, yəni burada söhbət burjua islahatından gedir, 14 may islahatı və 1847-ci il kəndli əsasnamələrindən fərqli cəhətdir. Yəni biz burada 70-ci ilin xüsusiyyətini axtarırıq
və 70-ci il görəndə avtomatik yadımıza düşəcək BR-ın ləğv olunması və kəndlinin öz torpağına sahib olma hüququnun alınması. Diqqət edirik, dövlət kəndlərinə aid edilməmə, bəli, bunlar hər ikisi sahibkar kəndlərinə aid edilmişdi. Feodal aslı münasibətlərinə güclü zərbə endirdi. Əlbəttə, güclü zərbə endirdi, çünki artıq kəndli öz torpağına sahib ola bilərdi. Kimin ki, gücü çatırdı, imkanı var idi, o torpaqları aldı və feodaldan, belə deyək, canını qurtarmış oldu. Və mal cəhət vergisindən bu dövrdə söhbət getmir. Kəndliyə öz pay torpağını satın alıb, daha doğrusu öz mülkiyyətinə keçirmək hüququ verilmişdi. Bəli, bayaq qeyd etdiyimiz kimi burada da əsas açarsız hüquq sözü olacaqdır. Deməli, 2 və 4 bizim düzgün cavabımız olacaq. Yəni, mən bayaq burada qeyd etdim, mal cəhət vergisindən söhbət niyə getmir? Çünki hər ikisində var idi. Yəni, 47-ci ildə də mal cəhət və çoxbaşıdan var idi, söhbət gedirdi, kəndlidən bunları istəyirdilər. 70-ci ildə də bu proses olacaqdır. Daha sonra 37-ci sualımıza biz diqqət edək. Burada söhbət gedir 17-ci əsrin ikinci yarısı Səfəvilər dövlətindən söhbət gedəcək. Azərbaycanın dövlət idarəçiliyində iştirak etmiş vəzifəli şəxslər sırasına daxil deyil. Biz bilirik ki, Sancaqbəyi məsələsi Osmanlılarla bağlı bir məsələdir. Sancaqlıq, Sancaqbəylik Osmanlılarla bağlıdır. Noyonlar da bildiyimiz kimi Qızıl Ordu dövləti ilə və ya Monqollarla bağlı olan bir anlayışdır. Burada söhbət vəzir, qolbəyi və bəylərbəyindən gedəcəkdir. Yəni 1 ilə 4 aid olmayan cavablardır. Yəni bizim cavabımız olacaqdır 1 ilə 4. Yəni 17-ci əsrin ikinci yarısına aid olmayan anlayışlar məhz həmin anlayışlar olacaqdır. 38-ci sualımızda biz nəyə diqqət edirik? Bilirik ki, Manna dövləti Asuriya ilə əsasən müttəfiqlik əlaqələrini qurmuşdu. Amma Asuriya ilə müttəfiqlik əlaqəsini pozan hökmdarların biri Ullusunu idi. 716-cı ildə hakimiyyətə gələrkən bu əlaqələri pozub Urartu meyilli siyasət yürütmüşdü. Məhz bu səbəbdən də 2-ci Sarqon gəldi, onu cəzalandırdı və o yenidən Asuriya hakimiyyətini, müttəfiqliyini qəbul etmişdi. Oallidən əvvəl isə hakimiyyətdə olmuş Ahşeri bildiyimiz kimi 650-ci il üsyanı zamanı nəyə görə öldürüldü? Çünki o Asuriya ilə müttəfiqlikdən üz döndərmişdi. Aşurbanipal gəldi, deməli, Mannanın paytaxtını dağıtdı, yanğınlar törətdi, talanlar törətdi. Bu səbəbdən də əhali üsyan qaldırdı və o hakimiyyətdə öldürüldü, hakimiyyətdən getmiş oldu. Ondan sonra hakimiyyətə gələn Oalli isə Asuriya ilə ittifaqı bərpa etmiş oldu. Biz burada, bax, bura diqqət edin, Asuriya ilə ittifaqın bərpa olunması məsələsini cavab kimi seçirik. Daha sonra 39-cu sualda diqqət edək. 1-ci Dünya müharibəsi illərində Cənubi Azərbaycanda. Ümumiyyətlə, biz hər hansı bir hadisəni gördük, mütləq onun illərini qeyd etməliyik. 1-ci Dünya müharibəsi bildiyimiz kimi 1914-cü ilin iyul ayından başlanmış, 1918-ci ilin noyabrın 11-nə qədər davam etmişdir. Şeyx Məhəmməd Xiyabanının rəhbərlik etdiyi milli hökumət bildiyimiz kimi 1920-ci ilə aiddir. Düzdür, bu proses, bu hərəkat 1917-ci ildə başlandı, amma 20-ci ildə burada söhbət milli hökumətdən gedir. Ona görə müharibə dövrünə aid deyil. Milli hökumətin süqutu da yenə 1920-ci ilin sentyabrına aiddir. Şeyx Məhəmməd Xiyabanının rəhbərlik etdiyi Azərbaycan Demokratik Partiyasının 1917-ci ilin avqust ayına aiddir. Bəli, bu müharibə dövrünə düşən bir hadisədir. Ona görə cavabımız C olacaqdır. Seyid Səfər Pişəvərinin rəhbərliyi ilə milli hökumətin təşkil edilməsi, Y variantında olan milli 21 Azər hərəkatı, bunlar hər ikisi eyni prosesin davamıdır. Burada söhbət 1945-ci ilin dekabr ayına aid olacaqdır. Yəni, 1-ci Dünya müharibəsinə düşən məhz burada ADF-nin təşkil edilməsidir. Daha sonra biz 40-cı sualımıza diqqət edək. Xəritədə burada söhbət Xocavənd ərazisindən gedir. Bu, ulduzla verilmiş işarələrin
işarələnmiş rayona aid səciyyəvi cəhətləri bizdən istəyib. Yəni burada ulduzla verilmiş ərazi məhz Xocavənd rayonundan söhbət gedəcəkdir. 2024-cü ildə dövlət başçısı prezident seçkilərində səs vermədə iştirak edib. Yəni biz məntiqlə götürsək, həmin zonanın ən böyük şəhər infrastrukturu məhz Xankəndinə aiddir. Yəni təbii ki, burada da seçki məsələsi Xankəndiyə aid olacaqdır, Xocavəndlə əlaqəsi yoxdur. 10 noyabr bəyanatına əsasən rayon mərkəzi kimi azad edilmə söhbəti də istər Xankəndi, istər Xocavənd, istər Xocalı, yəni bunların adı 10 noyabr bəyanatında çəkilmirdi. Sonradan olan antiterror əməliyyat nəticəsində azad olunmuşdur. O səbəbdən 1 və 2-ci variantlar biz atırıq. 3 ilə 4 qalacaqdır. Antiterror əməliyyatı ərəfəsində sülh məramlı kontingent yerləşdirildi. Bu var və ərazisində biz bildiyimiz kimi Amaras monastırı məhz Alban memarlığına aid olan bir abidə idi. 3-cü və 4-cü cavabları biz düzgün cavab kimi seçirik.